Xanım Xədicə salamullahi əleyhanın da vəfatı günüdür, başsağlığı veririk. Bütün müsəlmanlara, mömin bacı və qardaşlara, başda İmam Zaman olmaqla bir daha başsağlığı veririk. Xanım Xədicə müqəddəs idi. Neçə müqəddəs xanımdan biri Xanım Xədicədir. Xanım Xədicə cənnət əhlindən sayılır. Xanım Xədicə o insandır ki, Peyğəmbərimiz onun barəsində nələr buyurub. Niyə görə? Çün gətirdi bütün var dövlətin, qoydu Peyğəmbərin ixtiyarında və dedi ki, ya Peyğəmbər, hər şey sənin, mən özüm də sənin, mən bundan sonra sənin qulluğundayam. Sənin xidmətindəyəm, sən nə desən baş üstə. Deyirlər Xanım Xədicə ömrünün axırına qədər o boyda var dövlət sahibi olan Xədicə ki, malın da hamısını qoymuşdu Peyğəmbərin ixtiyarında, bir dəfə də olsun Peyğəmbərə demədi ki, ya Rasulallah, mənim könlüm filan şey istəyir. Onu al mənim üçün, axı bu qədər var dövlət qoymuşam sənin ixtiyarında. Bir dəfə olsun demədi. Gör, nə cür özünü Peyğəmbərə tabi eləyir, təslim eləyir Xanım Xədicə. Xanımın müqəddəsliyi, əzəməti məhz buradadır ki, Peyğəmbərin göstərişlərinə necə canı dildən hazırdır və özünün də xoşbəxtçiliyin onda bilir. Başqaları gəldi, xanımı istədilər, xanım getmədi. Amma Peyğəmbərə iman gətirdi, Peyğəmbərlə ailə qurdu və Həzrəti Zəhra salamullahi əleyhanı dünyaya gətirdi. Hətta Məkkənin xanımları Həzrəti Peyğəmbərlə evlənəndə Xanım Xədicədən üz döndərdilər ki, sən Əbdülmüttəlibin nəvəsi ilə, Əbu Talibin yetimi ilə evləndin. Həzrəti Zəhranı da dünyaya gətirəndə heç kəs gəlmədi Xanım Xədicənin yanına ki, xanımın onun yanında xanımların olmasına ehtiyacı var o zaman, onu tək qoydular. Amma Həzrəti Xədicə salamullahi əleyha sarsılmadı, heç nigaran olmadı. Niyə? Özünü Peyğəmbərə xidmətçi eləmişdi, vəqf eləmişdi özünü Peyğəmbərə ki, Peyğəmbər nə desə, mənim üçün baş üstə. Həm malım baxımından, həm vaxtım baxımından, həm bütün həyatım baxımından. Əgər malımı deyirsə ki, bura baş üstə. Vaxtımı deyirsə ki, bura sərf elə baş üstə. Ömrümü bura sərf elə baş üstə. Yəni, ona görə Xanım Xədicə əzəmət sahibidir, məqam sahibidir. Göstərişə qulaq asmaq insanı Xanım Xədicə kimi izzətli eləyər. Allah da bizi Allahın vəlisinin göstərişlərinə elə Xanım Xədicə kimi həmişə canı dildən hazır olmaq ruhiyyəsin əhvalını bəxş eləsin inşallah ki, ən gözəl halda məhz bu haldır.